Bunların ikisinə də pul lazımdır və risk də var. Üçüncü biri patentdir. Müəllif hüququ var. Və onlar bacarıqlı insanlardır. Kəlləli insanlardır, alimdilər, nəysə kəşf ediblər. Amma sən, mən, hamımızın elə bir biliyi pula çevirə biləcəyimiz yaradıcılığımız varmı? İnşallah ki, sizdə olar. Mən bu cəhətdən özümə güvənmirəm ki, mən nəyisə kəşf eləyərəm və onu sataram ömür boyu. Bu da yaxşı şeydir. Ha, bacarıqlı insanlar üçün bu çox gözəl şeydir. Biliyindən qanarar almaq, biliyindən. Amma bizim bölüm haradır dostlar? Bu biraz ağır mövzudur. Biraz ağır mövzudur. Biznesin daha bir variantı MLM biznesidir ki, altından cızmışam. Çünkü bu bizim olduğumuz biznesdir. Bu biznese pul lazım değil. Bu bizneste risk yoktur. Amma burada zaman xərcləməlisən, burada həvəsin olmalıdır, bura enerji qoymalısan, bura can qoymalısan. Sən bu işlərdə can qoyanda, maaşlı işdə sənin pulun artmır. Düzdür, sənətkar bölümündə can qoysan pulun ola bilər, amma sonra o pul yoxdur, sən yoxsansa. Amma biz sizlə biznesdən danışırıq ki, sən olmayanda belə sənə gəlir gətirsin. Sənə gəlir gətirməsi üçün sən orada olmağın lazım deyil.